Sizcə kim sadələşdirilmiş vergi ödəyicisi ola bilməz? 200.000 keçibsə. Tamam, 200.000-i keçibsə və bir dənə də şərt qoy. İşçi sayı 10 nəfərdən çoxdursa, sən sadələşdirilmiş vergi ödəyicisi ola bilməzsən. Daha sonra isə fəaliyyət sahələri var. Deyir ki, sən bu fəaliyyət sahəsi ilə məşğulsansa, sən sadələşdirilmiş vergi ödəyicisi ola bilməzsən. Sizcə hansı fəaliyyət sahələri olar? Tikinti, zavod, fabrik. Bu istehsalat. Tikinti dedi. Tikinti sahəsi. Çünki məntiqlə götürəndə tikinti sahəsində məşğul olan nədir? Bir dənə binanın məsəl üçün dəyəri nə qədər olur? Milyonlarla. Milyonlarla, elə deyilmi? Bir dənə otaq orada məsəl üçün götürəndə ki, bir dənə otaqlı ev məsəl üçün 200-300 mindir. Bunu götürəndə adam deyir ki, mən bina tikinti. Sonra deyir ki, xəz dəri məmulatlarının istehsalına məşğul olunar. Məsələn, belə götürək də. Feminanın bir dənə şubasının qiyməti neçədir sizcə? 3 mindir? 4-5 min? Hə, siz onu yaşayırsınız. 3000-dən başlayır, hə? 3000, 5000. Xərcləri fəaliyyətin, yəni məlumatların satışı ilə məşğul olanlara icazə vermir onlar. Daha sonra deyir ki, royalty və icarədən gəlir əldə edənlər sadələşmiş vergi ödəyicisi ola bilməzlər. Daha sonra necə? Tütün olar. Sonra deyir ki, aksizli mallar